Yeni duet gəlir. Akşin Fatih və Aysun İsmailova dueti gəlir. Aysun xanım. Bəli, bəli. Çox qısa zamanda, çox qısa müddətdə bu günlər İnşallah qərar ki, mən verdi. Akşin bəyin qələminə çox güvənirəm. Bəs nəfəs incisi səndən? Niyə incir ki? Nəfəs Akşinlə Bakışla duet oxumur. Orada incirəsinə var. Bir, ikincisi mən Akşin Yox, duet azaddır. İnşallah uğurlu olar. Necə təzən dinən? Mən Akşinlə dostluq edəndə heç nəfəs ondan müğənni deyildi. Mən uzun neçəlikdə oxuyordum. Hər kəs hörmətimiz sonsuzdur. Uğurlu olsun layihəniz. Əlbəttə, amma yəni bunu nə deyəcəkdi də, onu anlamıram. Zaura İnşallah deyəcək. yaxın zamanda möhtəşəm bir duet gəlir. İnşallah xeyirli 14 olsun. fevrala yoxsa 8 marta? 14 fevrala Osman qədər. çatdırsa. 14 fevrala qədər. Mən yəni onu deyə bilərəm ki, bir də gördünüz ki, sabaha hazırladı. O Bax, qədər çox məsləhət düşərli insan. olsun, amma Amin. Nəfəs xanımın da Pünhanla möhtəşəm dueti gəlir. Onu da qeyd Allah edirəm. xeyirli olur. Ada nəfəs mənim düşməm deyil, Yox, dostum ümumiyyətlə yox. deyirəm. Akşin, sen ne Nəfəs də diyorsun Pünhana da, Pünhan'dan Akşinlə diyete? Aysun'a da uğurlar. Amin. Sen ne diyorsun Pünhan? Xeyirli olsun, uğurlu olsun, daim olsun. Amin. Allah xoşbəxt eləsin. Uğur gətirsin. Allah o işlərini uğurlu eləsin. Sizin də Amin, həmçinin uğur hamımızın gətirsin. Xeyirli olsun, düşərli olsun. inşallah.